Bəs bu deyirsiniz də ki, təbii ki, Özbəkistan bizdən də bərbaddır, Türkmənistan daha bərbaddır. Qazaxıstanda müəyyən o bürokratik əngəllər kifayət qədərdir. Bəs biz Turan deyib boğazımızı cırırıq. Belə idarə etməklə xalqın özünün rifah halının aşağı olduğu bir məqamda yenə də liderlər sayəsində ancaq iclaslarda görürük bu Türk ölkələrinin liderlərin simasında Turan quracaq. Bəs xalq qurmur dövləti. Xalqda o birlik daha rahatdır, liderlərdə daha çətindir. Çünki liderlərin egosu, liderlərdə milli dövlətçilik maraqları yoxdur ki, liderlər öz hakimiyyətlərini qorumaq və görüntü yaratmaq üçün onu eləyirlər. Xalqda o problem yoxdur, o ego yoxdur. Xalq bir xalqdır. Çox rahatdır, çox asandır. Yəni belə idarə etmələrlə biz Turan qura bilərik. Təbii ki, quracağıq. Yəni hətta belə olsa da deyirsiniz. Bəli. Yəni bu xalqı biz yaxşı tanımırıq. Billah yaxşı tanımırıq. Məsələn. Bu xalq, bu Türk xalqını, baxın sizə deyim, bu xalqı məhv eləmək mümkün olsaydı, 200 illik Rus hakimiyyəti bunu məhv eləyərdi. 3000 ildir bu hadisələr var. Türkü yox eləmək üçün. Bəli, mən yox da indi Rusiya son dövrləri deyirəm. Kölə eləmək mümkün olsaydı, Rusiya eləyərdi. Əsl bəyləri, xanları görsən necə quru bəyə çevirdi, özünə saxta bəylər düzəltdi, xanlar düzəltdi, titul verdi. Amma bir şeyə nail olanmadı ki. Görsən, Məhəmməd Əmin Rəsulzadənin o əsrimizin Siyavuşundakı o Siyavuşun monologu ki var, deyir, biz yoxdan bir ideal rəmzi, bir dövləti, bir bayrağı yaratdıq, yoxdan. 100 il idi bizim dövlət ənənəmizi silmişdilər. Biz onu yaratdıq. 70 il Rusiya SSR bizə saxta tarix yazdı, liderlər aşıladı, nə bildi elədi. Bir şeyə nail olanmadı. Bir anda görsən, bir dənə Topxana meşəsi bir bəhanə idi, bir qığılcım idi. Mənə ən çox incidən budur ki, bu bizim hakimiyyət o tarixdən dərs götürmür. Bu hakimiyyətin böyük əksəriyyəti Əli Heydər Qarayevdən, Həmid Sultanovdan, Musa Bəyovdan betər lənətlənmiş olacaq. Tarixdə daha pis, daha qara ləkə kimi qalacaq. Azərbaycan tarixində bu hakimiyyət qədər rüşvətə, korrupsiyaya bulaşmış ikinci bir hakimiyyət yoxdur. Bu hakimiyyət Azərbaycan tarixində çox pis qalacaq. Əgər islahat keçirtməsə, bu hakimiyyət rüşvəti müdafiə edir. Özü bulaşıb, həm də müdafiə edir. Rüşvəti üzə çıxardan tuturlar. Bəli, atan oldu rəhmət. Mən Ləman xanımın kanalında dedim ki, xəbər prezident deyir ki, mənə siqnal verin. Dedim ki, siqnal verəni sabah çağıracaqlar. Mənim özümə baskı eləyir DTX. Ora zəng eləyir, bura zəng eləyir, orada tapşırır, burada. Ay, nə qədər absurd bir şeydir. Sən rüşvətxora, şəbəkə yaradana, prezidenti məsxəriyə qoyana dəstək verirsən. Deməli, sən 5-ci kolonsan onda. Sən Azərbaycan dövlətinə xidmət eləmirsən.